Miçes var. Simiç'ten ötürmə. Joyles Miçes. Joyles Miçes. Ama yine de hakim oyunu dayandırır. Bayrak kalkıp. Saytda da Joyles Miçes. Baxaq, fürsət var. Simiç'in ötürmə anında Miçes'in offside'da olduğu bildirildi. Gözlüyürük. İndi offside təsdiqini tapır, sonucundur. Bununla da hər şey bitə bilər Qarabağ üçün. Götürmə irəliyə, Kevin Medina burada. Abdullah Zubir, Toral Bayramov. Toral yerdə qalıb və qayda pozuntusu qeydə alınır. Cərmə zərbəsi. Cərmə zərbəsi, bax vardan gələn görüntü dərhal bizə göstərilir, anında görürük. Son şansıdır Qarabağın, hər kəs Saman cərmə meydanında. Bundiç orada, ən geridə Vicario qalıb yalnız. Nəfəslər dayanıb bas hazırda, Bank Respublika Arenada. Marko Yankoviç topun yerisində. İşarə gəldi. Ötürmə qapı qarşısına, Medina, zərbə vermək olmadı Duran, Kamyo Duran, burada əllə oyunda işarə iddia var Qarabağ futbolçularına. Bu belə deymişdi Bəriqə, Kamyo Durana, çox danışdığına görə. Heyecan ən yüksək həddə baxırıq. Burada Belko Simiç'in top eline değir zərbeden sonra. Kamyo Duran'ın buna itiraz etməsi sarı vərəqi ilə yekunlaşır. Baxıram indi. Levan Özadiyə o da vardan xəbər gözləyir. Taliyə yüklü qərar veriləcək hazırda. Hər şey bitib. Bax, çoxdan bitib. Ya davam ya tamam anı da. Karşılaşma yekunlaşır. Maç bitir Sabah finalda. Sabah komandası finalda. İkinci bilet Sabah tərəfindən alınır. Sabah finala çıxır, zirəyə rəqib olur. Hazırda Bank Respublika Arenada nelər yaşanır? Özünüz görürsünüz. Qırmızı vərəqə Marko Yankoviçə. Levan Əmzadə. Yankoya qırmızı vərəqə göstərir. Qarabağ futbolçuların bir növ hücumları var, təzyiqi var və yaxud da ki, etirazı var, belə də deyə bilərik, maçın baş hakiminə. Qarabağ texnik zonası, məşqçilər heyəti, Zavrfanzadə də orada, hər kəs orada. Və əks tərəfə baxaq, digər tərəfdə isə Sabah qələbəni qeyd eləyir. Final biletinin sevincini yaşayır. Böyük ehtimalla həmin epizodda məsafənin yaxın olmasına görə hakim penalti qərarını qəbul etmədi, amma hər hansı bir şərh verməyəcəm epizodla bağlı. Baxırıq biz, indi bizə təqdim olunur. Top Kamyo Duranda. Bax, burada top Belko Simiç'in əlinə dəydi. Gözlədilər vardan gələn qərarı. Sona qədər qərarın penalti olmaması isə böyük ehtimalla məsafənin yaxın olmasına dair idi. Başqa bu vəziyyətdə hər hansı bir izah verməyim də doğru olmazdı. Və əl də daha yaxın idi. Əl yəni açılmış, bədəni genişləndirilmiş versiyada da deyildi. Bir daha baxaq. Yenə də son qərarı maçın hakimləri verdilər. Hər hansı bir şərh bildirməyəcəm bu epizodla bağlı, amma
inanılmaz hadisələr yaşanır hazırda. Musaq Qurbanlı, Qurbanov Qarabağ Texniki Zonası epizoda öz ağıllı telefonları vasitəsilə baxırlar və bu da Qurbanovun reaksiyası. Şəhsiz, amma meydanda yaşananlar böyük təəssüflə qeyd eləyəcəm. Hazırda Qarabağ futbolçularını saxlamaq mümkün deyil. Toral Bayram hətta ara qarışdı orada, yox. Cənablar, belə olmaz. Təəssüf. Böyük təəssüflə qeyd etməliyəm. Belə gözəl oyunun yekununda, belə gözəl oyunun sonunda Johnny Monteli də orada sakitləşdirmək mümkün değildi. Bu oyun çox danışılacaq. Bu da Yankovic'in qırmızı vərəqə aldığı epizod hakimə etirazı. Əvvəlcə sarı vərəqə göstərilir. Etirazına görə etiraz dalğası, etiraz səsi yüksəlir. Ardından qırmızı vərəqəyə dəyişilir o sarı vərəqə. İkinci sarı, qırmızı vərəqə. Amma Yankovic üçün bu anda 4 dənə, 5 dənə sarı və qırmızı vərəqə olsaydı bu onun üçün heç şey dəyişməyəcəkdir. Çünki qərarla razı deyil, verilən qərarı həzm eləmir Qarabağ futbolçuları. Hətta orada yaşananlar hazırda dəyərli tamaşaçılar çox böyük təəssüf hissinə qeyd eləyəcəm. Stadion dəhlizdən gedən yolda Qarabağ futbolçularını sakitləşdirmək mümkün deyil. İzləməyə çalışıram. Sabah futbolçularının hətta bu anda bu qələbəni qeyd eləməyə də bir qədər sanki ehtiyat eləyirlər, çəkinirlər. Tam şəkildə də bu qələbəni qeyd eləmir əks tərəf Sabah komandasında. Futbolçulardan söhbət gedir. Bir tərəfdə böyük məyusluq və Dambrauska Sabahın baş məşqçisi gəlir. Bir görüşür Qarabağ futbolçularına. Təbii ki, Dambrauskasa qarşı hər hansı bir etiraz da yoxdur. Onunla qarşı hər hansı bir reaksiya da yoxdur. Hakimlərlə bağlı məsələ Qarabağ futbolçularından yaşanır hazırda. Və meydanın mərkəzində daha bir gözəl hadisə. Elə rejissorumuz Elçin Mehballiyev sanki ürəyimi oxudu. Mateo Silva, Aleksey Isayev, keçmiş komanda yoldaşları. Aleksey Isayev onları bağrına basır. Futbolçularla bağlı, futbolçuların arasında hər hansı bir gərginlik yoxdur. Onlar qalib tərəf məğlub tərəfə keçmiş olsun deyir, məğlub tərəf qalib tərəfi təbrik eləyir. Bax, bu gözəl mənzərədir, bu gözəl görüntülərdir. Artıq o qələbə nəğməsini oxumaq üçün səbirsizlənir Sabah futbolçular, amma digər tərəfdə yaşananlar var. Bu da istər-istəməz fikir verin, Sabah futbolçuların nəzəri fikri də o tərəfdədir. Təbrik edirik biz də öz növbəmizdə Sabah komandasını, Sabah azarkeşlərini növbətdə və kuboku əldə etmək üçün, növbətdə və kuboku qazanmaq üçün bir oyun onları ayırır. Zirəyə qarşı final maçı.